dövlət klinikasıdır və burada xüsusilə daha ağır əməliyyatlardan sonra insanların reabilitasiyası həyata keçirilir. Həm uşaqlar üçün, həm də böyüklər üçün nəzərdə tutulmuş Vayveri klinikasında, reabilitasiya mərkəzində çox yeniliklər var. Bu da ən çox fizioterapevtlərin, yəni əllə göstərilən müalicə üsullarının çox genişliyidir və uşaqlar üçün olan yerlərdə biz hətta qum terapiyası, musiqi terapiyası kimi Avropanın məşhur ölkələrində qabaqcıl ideyaların tətbiq olunduğu yeniliklərlə bax burada ilk olaraq tanış olduq. Yəni Allah uzaq eləsin, amma uşaqların reabilitasiyası üçün dünyanın ən qabaqcıl texnologiyalarından, fizioterapiya metodlarından burada istifadə olunmaqla reabilitasiya kursları keçirilir. Hər bir şey çox böyük, yüksək zövqlə təşkil olunub və Vayveri Dövlət Reabilitasiya Mərkəzində Avropa ölkələrində tətbiq olunan yeniliklər və mövcud olan fizioterapiya üsulları burada geniş istifadə olunur.